14-cü qissədə isə belə deyilir: Əl-məliku yursilu ilə Yusufa. Padişah Yusufa elçi göndərir. Yursilu göndərmək, burada elçi mənasında elçi göndərir. İlə Yusufa, Yusufa doğru, Yusufa elçi göndərir. وَلَمَّا سَمِعَ الْمَلِكُ هَذَا التَّعْوِيلَ وَالتَّدْبِيرَ فَرِحَ جِدًّا. Nə zaman ki, padişah bu yozmağı və tədbiri eşitdi, çox sevindi. Səmiyə eşitdi, təvil, yozmaq və tədbir, tədbir etmək, ehtiyatı götürmək, fərihə ciddən, buna çox sevindi. Və qalə və belə dedi: Mən sahibu həzə təvili, bunu yozan kimdir? Və qaləl məliku, və padişah belə dedi: Həzə rəculul kərimul ləzi nəsahə lənə və dəllə alət tədbir. Bu, o səxavətli şəxsdir ki, bizə nəsihət etdi və bizə ehtiyatımız haqqında dəlalət etdi, yönəltdi. Dəllə dəlalət etmək, yönəltməkdir. Qaləs səqi, şərab sözən belə dedi: Həzə Yusufus sıddiqu, və bu sadiq Yusufdur. Yəni, doğru danışan, yalancı deyildir. Sıddiq, doğru danışan olandır. Və huvəl-ləzi əxbərə ənni səəkунə səqiyən li seyyidil məliki. O şəxsdir ki, mənə xəbər vermişdir ki, mən padişahın şərab süzəni olacağam. وَاشْتَاقَ الْمَلِكُ إِلَى لِقَاءِ Yusuf. Padişah Yusufla görüşmək istədi. وَاشْتَاقَ istəmək, əl-məliku, padişah, ilə liqa Yusuf, Yusufla görüşmək istədi. وَأَرْسَلَ ilə Yusufa, və Yusufa bir elçi göndərdi. وَقَالَ الْمَلِكُ, və padişah belə dedi: اِعْتُونِ بِهِ əstəxlisuhu li nəfsi. Onu mənim yanıma gətirin, onu mən öz nəfsimə xalis edəcəm. Belə qeyr tərcüməsi, yəni onu mən özümə işçi olaraq götürəcəm. Mənim yanımda işçi olaraq qalacaq. Mənim yanımda işləyəcək.